Bu vaxta qədər Azərbaycanda Kanın bu qədər müzakirə olunduğunu görməmişəm. Mən də görməmişəm. Bu qədər müzakirə olunursa bunun səbəbi Röyadır. Röya ora getməsəydi bu qədər müzakirə olunmazdı. Əslində bir yandan yaxşıdır ki, mən düşünmürəm ki, Cəfər Pənahi Azərbaycanlıdır. Məncə Cəfər Pənahi İran mədəniyyətinin bir hissəsidir. Bir növ sən Kandakı filmləri izləyəndən sonra növbəti bir 8-10 ay ərzində haqqında bütün söhbət ediləcək əksər filmləri izləmiş olursan. O qədər də bədgüman olmaq, öz rejissorlarımız haqqında pis danışmaq, bunlar istedadsızdır və s. və ilaxır deməyə ehtiyac yoxdur. Sadəcə düzgün sistem, şərait olduğu zaman çox rahatlıqla bizdən də uğurlu filmlər çıxa bilər, hətta onlardan daha yaxşı film. Dosye 137 Fransada insanların niyə polislərdən nifrət etdiyini araşdırır. Bu festivalda qırmızı xalçada gəzmək böyük bir uğur deyil. Təbii ki, insanlar mənə bunu yazdılar ki, sən qısqanırsan, paxıllıq çəkirsən və s. Mən filmi izləyərkən dedim, bəsdir də bu qədər də sərt olma belə, amma bitəndə belə son anda belə bir aydınlanma yaşadım ki, bu əlində biletin ola 30 dəqiqə, 40 dəqiqə, 45 dəqiqə növbədə gözləyirsən ki, filmə girə biləsən. Bu artıq mənə elə gəlir ki, Kanın adiləşmiş bir prosesidir.